Pis niyyətli olmaq da ad çıxaran bürclər arasında. Bəzi bürclər xüsusilə ehtiyatla davranmağı bacarır və bəzən bu, onların pis niyyətli kimi görünməsinə səbəb olur. Amma bu hər zaman qəsdən olmur. Bəzən sadəcə özlərini qoruma instinktidir. Ən çox adı hallananlar bunlardır. Əqrəb dərin düşünür, hər kəsi analiz edir və kimin nə düşündüyünü bilir. Əgər ona xəyanət etsən, qisası planlı və soyuqqanlı olur. Pis niyyətli deyil, amma lazım olanda təhlükəli ola bilər. Məsləhət, qisası deyil, sakitliyi seç. Çünki sənin enerjin çox güclüdür. Oğlaq duyğularını gizlədib, məqsədinə çatmaq üçün hər şeyi hesablayır. Soyuq görünə bilər və bəzən maraqları üçün sərt addımlar atır. Məsləhət, plan qur, amma başqalarının hisslərini də nəzərə al. Əkizlər ikiyüzlülükdə tez-tez günahlandırılır. Çox çevik ağla sahib olduğu üçün vəziyyətə uyğun davranır və bu bəzən pis niyyət kimi görünür. Məsləhət, səmimiyyətini göstər, çünki insanlar səni səhv başa düşə bilər. Dolça emosiyasız və uzaq görünür. İnsanların zəif nöqtələrini görür və istəsə, onları çox asan yönləndirə bilər. Məsləhət, analitik düşüncəni manipulyasiyaya çevirmə. Qız tənqidi düşüncəsi və detallara diqqəti ilə bəzən başqalarının səhvlərini yerinə oturtmaqdan çəkinmir. Bu da bəzilərinə görə pis niyyət kimi görünür. Məsləhət, hər şeyi düzəltməyə çalışma. Bəzən